Salam əzizləyicilərimiz. Bugün sizə yaşıl mərcidən qarışıq şorba hazırlamışam. Lakin onu öncədən vurğulayım ki, yəni tripodum xarab olduğu üçün əllə çəkmişəm bütün videoları, yəni tutaraq çəkmişəm. Bunun üçün yəni sirkələnmələr falan ola bilər. Öncəliklə yaşıl mərcini belə qaba əlavə edirəm və onları yaxşıca təmizləyirəm. Çünki içərisində daş və digər xırda zibillər ola bilir. Çünki bu yerdən yığılır. Daha sonra bunu ilıq su ilə yaxşıca yuyuram, durulayıram. Üzərinə ilıq su yenidən əlavə edirəm. Hardasa təqribən yarım saat, 1 saat gözlədirəm belə bu formada. Daha sonra suyunu süzürəm və yenidən durulayıram və qaba əlavə edirəm. Bişirəcəyim qazana əlavə edirəm. Üzərinə təqribən yarısından çox, qazanın yarısından çox su əlavə edirəm və bişməyə qoyuram. Və bunun üçün mən əlavə olaraq üzərinə 1 ədəd orta boy kartofu da bu formada doğrayıb tökürəm. Bunu onsuz da biz blenderdən keçirəcəyik. Əgər varsa siz kök də əlavə edə bilərsiniz, lakin kök tökəndə biraz şirin olur. Qapağını qoyuram, təqribən yarım saat, 1 saat ərzində qaynayır. Daha sonra üzərinə ədviyyatlar əlavə edirəm və mən bulyondan da istifadə elədim. Bu formada duz, pul biber və qara istiot tökdüm, qarışdırıram. Suyunun belə qara olmağına baxmayın, bu mərcinin öz suyudur və bunu atmıram çünki əsas dadı elə bu sudadır. Daha sonra blenderdən keçirdirəm. Mərci və su bir-birindən ayrılır deyə mən üzərinə unu belə su ilə qarışdırıram və un topaqlanmasın deyə yaxşı unu əzirəm və qarışdıra qazana əlavə edirəm. Qətiyyən əli saxlamaq olmaz. Burada mən 1.50 olduğum üçün əlavə edəndən sonra videonu çəkdim. Qarışdıra əlavə edirik ki, çünki un topaqlanmasın içərisində. Mən əlavə olaraq içərisinə buzluqda saxladığım qaynadılmış lobyanı da tökdüm. Siz bunu tökməyə də bilərsiniz, amma bu həqiqətən də ekstra gözəl dad vermiş olur. Bəli, bu qədər. Yəni qaynayır hər şey. Hər şey gözəldir, dadı superdir. Nəticə də göz qabağındadır. Video sizə faydalı olursa kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal eləyin.